لسوف أعود يا أمي أقبل رأسك الزاكي أبثك كل أشواقي وأرشف عطر يمناك أمرغ في ثرى قدميك خدي حين ألقاك أروي الترب من دمعي سرورا في محياك. بسم الله الرحمن الرحيم. يريدون ليطفئوا نور الله بأفواههم والله متم نوره ولو كره الكافرون. Onlar Allahın nurunu öz ağızlarıyla söndürmək istəyirlər. Amma kafirlər istəməsə də Allah öz nurunu tamam edəcəkdir. Salam əziz hörmətli tamaşaçılar. Bir daha sizi Həzrəti Həkimə xanımın ziyarətgahı verilişində xoş gördük. Ayədən göründüyü kimi daima tarix boyu zalim şahlar, məzlumlara qarşı həmişə onları elə bil ki əzmək istəyiblər və öz maddi mənafeylərindən ötürü öz maddi mənafeylərinə çatmazdan ötürü fərq eləmir, istər Allahın peyğəmbəri olsun, imamı olsun, onları aradan aparmaq istəmişdilər. Və Həzrəti Həkimə xanımın həyatına biz nəzər saldıqda bu hadisənin şahidi oluruq və görürük ki, Həzrəti Həkimə xanım da eyni ilə babaları kimi, atası kimi və qardaşları kimi belə bir çətinliyə məruz qalmışdı. Biz mümkündür, gedirik, Həzrəti Həkimə xanımı Bakıda ziyarət edirik və onun müqəddəs ziyarətgahına hörmətlə yanaşırıq. Amma mümkündür ki, biz o Həzrətin həyatı haqqında geniş məlumatımız olmasın və əgər bizdən biri soruşduqda bu Həzrət kimdir, kimin qızıdır, necə olub Azərbaycana gəlib, mümkündür belə bir sualların qarşısında cavabsız qalar. O yüzdən də qərara gəldik o Həzrətin həyatı haqqında gözəl və eyni zamanda geniş məlumatlı bir veriliş hazırlayaq. Verilişimizin qonağı ilahiyyat elmləri namizədi Rəfail müəllimdir. Salam aleyküm Rəfail müəllim, xoş gəlmisiniz verilişimizə. Və əziz tamaşaçılar, keçən verilişdə Həzrəti Həkimə xanımın həyatından qısa məlumat verdik və onun adı haqqında necə oldu, Bibi Heybət deyirlər ona və necə oldu onun adı Bibi Heybət qaldı. Əslində adı qardaşımız Rəfail müəllim məlumat verdi ki, Fatimə Suğradır və onun adları haqqında məlumat verdik. Amma Rəfail müəllim, bugünkü verilişimizdə Bibi Heybətin nəsəbi haqqında istərdim söz açarsınız. Çünki keçən verilişimizdə qeyd etdiniz ki, İmam Kazım əleyhissalamın 37 övladı olmuşdu və bu övladlar sözsüz ki bir xanımdan olmamışdı, bir neçə xanımdan olmuşdu bu 37 övlad. Əvvəl bilmək istərdim, niyə bu qədər övladı çox olub imamın və İmam Rıza da İmam Kazım əleyhissalamın İmam Rıza əleyhissalam, İmam Kazım əleyhissalamın övladıdır və oğludur. Həmçinin Həkimə xanım da İmam Kazım əleyhissalamın qızıdır. İndi bilmək istəyirik ki, İmam Rıza əleyhissalam Həzrət Həkimə xanımdan, atadan, anadan bir bacı qardaşdılar, yoxsa ayrıdılar? Bu haqda geniş məlumat istərdik sizdən. Buyurun. Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Və sallallahu ala Muhammedin və əhli beytihi təyyibin ət-tahirin əl-mə'sumin və la'natullahi ala a'daihim əcməin. Salam əziz və hörmətli tamaşaçılar, hər vaxtınız xeyir olsun. Bəli, keçən verilişimizdə Bibi Heybətin adları və nəsəbi haqqında danışdıqca qeyd etdik ki, Bibi Heybət İmam Kazım əleyhissalamın qızıdır. Əsl adda Fatimə Suğradır. Amma İmam Kazım əleyhissalamın 37 övladı olub. 19 qız, 18 oğlan. Bilirik ki, imamın övladların içində ən fəzilətli, şərafətli və kəramətlisi İmam Rıza əleyhissalamdır. Və Həzrəti Məsumə və İmam Kazım əleyhissalamdan sonra da İmam Rıza əleyhissalam, İmam Kazım əleyhissalamdan sonra imamdır. Bəli. Yəni 8-ci imamımız. 8-ci imamımız, bəli. Burada Fatimə Suğra salamullahi əleyhanın İmam Rıza ilə olan nisbəti haqqında bilmək istəyirik ki, anası kimdir və
aya İmam Rıza əleyhissalamla və Həzrəti Məsumə ilə bir ata, bir anadandır. Yəni ya doğma bacı qardaşdır, ya ögəydir. Məlumdur ki, bu 37 övlad hamısı bir xanımdan deyil. Yəni İmam əleyhissalamın müxtəlif xanımları olub, onlardan 37 övlad dünyaya gəlib. Bəzi tarixdə düzdür belə yazırlar ki, bəzi mənbələrdə ki, İmam Rıza əleyhissalamla xanım Fatimə-i Suğra bir ata, bir anadandır. Bu ki, İmam Rıza əleyhissalam Fatimə-i Məsumə ilə, yəni Fatimə-i Kubra, Həzrət Məsumə ilə bir ata, bir anadan olmağı hamıya bəllidir. Bunlar doğma bacı qardaş, həm ata, həm ana tərəfdən və anaların da adı müxtəlif adları olub. O cümlədən məşhur adlarından Nəcmədir. Nəcmə yəni ulduz mənasındadır. Və başqa adlarından Tuqdəm, ya Ummul Bənin, Tahirə, Xəyzuran, ya Səmmanə və digər adları da var. Bu İmam Rıza əleyhissalamdan Həzrət Məsumə xanımın anasıdır, Nəcmə xatun. Bəzi mənabədə gəlib ki, bəzi mənbələrdə var ki, Həzrət Bibi Heybət də İmam Rıza ilə bir anadandılar. Yəni doğma bacı qardaşdılar və o cümlədən Həzrət Məsumə ilə. Cəngnamə-i Həzrət Seyyid Cəlaləddin Əşrəf belə bir adlı kitab var ki, o kitabda var ki, İmam Kazım əleyhissalamın 4 övladı və o cümlədən Astara ta Əstarabad. Və bu kitabda da nəql olunur ki, İmam Kazım əleyhissalamın 4 övladı bir anadandılar. Birinci İmam Rıza əleyhissalamdır, Həzrət Fatimə-i Məsumə, Həzrət Bibi Heybət ki, qəbri Bakıdadır və Seyyid Həsən mərufdur, Sultan Seyyid Cəlaləddin Əşrəf. Bu iki kitabda qeyd olunur ki, bu 4 övlad İmam Rıza əleyhissalam, Həzrət Fatimə-i Məsumə, Bibi Heybət və Seyyid Həsən, bunlar bir atadan və bir anadandılar. Yəni Nəcmə xatunun övladlarıdırlar. Amma mötəbər mənabədə, mötəbər mənbələrdə bunlar bu cür deyilmir. Yəni ancaq xanım Fatimə-i Məsuməni Həzrət İmam Rıza əleyhissalamın doğma bacısı hesab edirlər. Və bizim mötəbər mənabələrimizdə xanım Fatimə-i Məsumə ilə Həzrət İmam Rıza əleyhissalamı Nəcmə xatunun övladı hesab edirlər. Ondan qalanları imamın başqa yoldaşlarından. İmamın yoldaşlarının adından, həyat yoldaşlarından ancaq Nəcmə xatunun barəsində tarixdə var. Qalanları barəsində deyilir ki, ummu vələddir. Yəni kənizdirlər ki, imam onları alıb, onlarla evlənib, onlardan uşaqlar dünyaya gəlib. Amma bizim mötəbər mənbələrimizdə var ki, Həzrət Bibi Heybət xanım Fatimə-i Suğra, İsmail, Cəfər, Harun, Həsən, Əhməd bunlarla bir anadandılar. Və anaların da adı Ummu Əhməd. Ummu Əhməddir. Niyə? Çünki bir qardaşının adı Əhməd idi. Ona görə analar da Ummu Əhməd adlanır. Yəni Əhmədin anası. Dəqiq adı qeyd olunmayıb. Elə onu künyəsi ilə tarixdə var ki, Ummu Əhməd adı ilə. Demək, Fatimə-i Suğra da başqa bacı yoxdur. Bu 5 qardaşla İsmail, Cəfər, Harun, Həsən, Əhməd. Bu 5 qardaşla qeyd olunur ki, bunlar bir anadandılar və analar da təqvalı bir şəxsiyyət olub Ummu Əhməd adında. Bəs İmam Rıza əleyhissalam bizim Azərbaycan mənbələrində də bəzən bunu Həzrət İmam Rıza əleyhissalamın doğma bacısı hesab edirlər, amma dəqiq tarixi mənbələrimizdə bu Nəcmə xatunun övladı yox, bəlkə Ummu Əhmədin övladı hesab edirlər və Ummu Əhmədin doğma bacısı. Ummu Əhməd həmən şəxsiyyətdir ki, Həzrət Bibi Heybət onunla Mədinədən hicrət eləyib və onun qəbri də indi Şirazdadır. İranın Şiraz şəhərində mərufdur, məşhurdur Şahçıraq ləqəbi ilə.
ona Şahçıraq deyirlər. Və tarixdə bu qədər var. Yəni bundan əlavə çox da dəqiq məlum deyil ki, yəni bu haqqda çox məlumat yoxdur tarixdə, məlumat gəlməyib. Bəli, məsələn anası barəsində çox məlumat yoxdur ki, adı nə idi. Amma əksər tarixçilər yazır ki, bu ögey olur İmam Rıza əleyhissalama anadan. Bəli, əlbəttə əsli ata cəhətdir. Məsələn, yenə də anadan ayrı olsalar da atalar İmam Kazım əleyhissalamdır, imamzadədirlər və ataları imamdır. Əslikar budur. Bəli, Rəfail müəllim, çox mühüm nöqtələrdir bunlar. Amma İmam Kazım əleyhissalam bəli, bu 37 övladın atası idi və təqvalı imamdır, sözsüz ki, imamdır. Və İmam Kazım əleyhissalamın özü haqqında istəri biraz məlumat verəsi üçün bunu bilmək daha mühümdür. Eyni zamanda niyə məsələn görəsən bu belə övladın olması, yəni 37 övlada sahib olmasının məqsədi nədir? Bunun bir məqsəd güdürmüş ki, belə yəni bu qədər övladı oldu ya sadəcə hər hansı bir heç bir səbəb olmadan bu qədər oldu. Bu haqda danışardınız zəhmət olmasa. İmam Kazım əleyhissalam haqqında onun həyatı barəsində qısa məlumat vermək istərdim ki, İmam Kazım əleyhissalam bizim 7-ci imamımızdır ki, bu Səfər ayının 7-si 128-ci ildə, Hicri qəməri tarixindən 128-ci ildə Səfər ayının 7-si, Səfər Müzəffər ayının 7-sində Əbva məntəqəsində dünyaya gəlib. Əbva Məkkə ilə Mədinə arasında yerləşən bir məntəqədir ki, həmən məntəqədə Həzrət Rəsulullahın anası Amənə də dəfn olunub, qəbri də oradadır və Həzrət Peyğəmbərimiz də, əziz Peyğəmbərimiz də öz sahabələrindən anasının qəbrini ziyarətə gəlib Əbva məntəqəsinə. Və buradan da məlum olur ki, ziyarətgah və ziyarət etmək, qəbri ziyarət etmək bizə elə birinci dəfə Peyğəmbərdən qalıbdır. Bəs İmam Kazım əleyhissalam Əvva məntəqəsində 128-ci ildə Hicri qəmər tarixindən və təvəllüd də Səfər ayının 7-sinə düşür. İmam Kazım əleyhissalam Hicri qəmər tarixindən 179-cu ildə Şəvval ayının 20-sində Mədinə məscidində namaz qılan halda Harun tərəfindən həbs olunur və imamı Bəsrəyə müntəqil edirlər, Bəsrəyə göndərirlər. Bir müddət Bəsrədə zindanda qalandan sonra, həbsdə qalandan sonra imamı yollayırlar Bağdada və ömrünün axırına kimi Bağdadda həbsdə olur. İmam 183-cü ildə Rəcəb ayının 25-də imamın şəhadət gündür. Bu gündə imam dünyasını dəyişir. Səndi İbn Şahik adlı zindanda imam dünyasını dəyişir və bəli, dünyasını dəyişməyinə də səbəb Harun tərəfindən zəhərlənir imam. Və bu cəhətdən də şəhid olur imam. Qəbrin imamı göndərirlər, aparırlar Qureyş qəbristanlığına. O Qureyş qəbristanlığında dəfn edirlər. Ondan sonra həmən qəbristanlıq adı olur Kazımeyn. Kazımeyn adı ilə məşhur olur. Yəni indiki Kazımeyn. Bəli. İmam axırıncı həbs olanda, imam axırıncı dəfə həbs olanda 4 il həbsdə qalır. Yəni 179-cu ildə həbs olunur. Şəvval ayının 20-sində, Rəcəb ayının 25-də də 183-cü ildə Hicri qəmər tarixi ilə imam şəhid olur. Axırıncı dəfə 4 il. Amma bəzi mənbələrdə var ki, imam 11 il ya bəzən var 14 il həbsdə olub. İbn Cəvzi yazır ki, imamın həbsi 11 il olub. Amma mümkündür bu həbs bundan qabaqlar da həbs olunub, azad olunub. Amma bilir ki, axırıncı ümumi yığdıqda 14 il. Bəli, 14 il ya 11 il. Axırıncı həbsi 4 il çəkib ki, 179-cu ildən sonra imam demək olar ömrün zindanda və həbsdə keçirilib. 183-cü ildə də dünyasını dəyişib. Bu imamın qısa həyatı barəsindəki imam
35 il imamlıq eləyib. Yəni 148-ci ildə 20 yaşında atası dünyasını dəyişib, İmam Sadiq əleyhissalam dünyasını dəyişir. Bu imamlığı başlayır, imamlıq məqamı buna yetişir. 35 ildə imamlıq eləyib. İmamın ümumi ömrü 55 il çəkib. İmamın çoxlu övladları da olub. Amma Rəfal müəllim, bu çox mühüm məsələdir və eyni zamanda lazımlı bir məsələdir, amma verilişimizin fasiləsi var. Verilişimizin fasiləsindən sonra bu məsələyə toxunmaq istərdik. Çünki daha yaxşı olardı ki, bu haqda geniş məlumat verərdiniz və əziz tamaşaçılarımız da bilsin bu haqda geniş məlumata sahib olsunlar. Əziz tamaşaçılar, bizdən ayrılmayın, verilişimizin fasiləsi var və verilişimizin də mövzusu Həzrəti Həkimə xanımın həyatı barəsindədir və gözəl məlumatlar, eyni zamanda dəyərli məlumatları Rəfail müəllimdən öyrənirik. Bizdən ayrılmayın, tezliklə sizinləyik. لسوف أعود يا أمي أقبل رأسك الزاكي أبثك كل أشواقي وأرشف عطر يمناك أمرغ في ثرى قدميك خدي حين ألقاك أروي الترب من دمعي سرورا في محياك. Bəli, əziz tamaşaçılar, verilişimizin fasiləsi sona yetdi və verilişimizin qonağı Rəfail müəllimdir. Verilişimiz də Həzrəti Həkimə xanımın həyatı barəsindədir. Amma söhbətimiz bu yerə gəlib çatdı ki, İmam Kazım əleyhissalamın övladları barəsində və nəyə görə İmam Kazım əleyhissalamın övladları çox idi sayı, yəni 37 övladı olub və bu haqda qardaşımız Rəfail müəllim sözünə davam edir. Buyurun Rəfail müəllim. Bəli. İmamın övladları barəsində ki, imamın bilirik ki, imamların içində ən çox övladı olan İmam Kazım əleyhissalamdır. Mümkündür bəzən bu şübhə doğursun ki, İmam Kazım əleyhissalamın həyat yoldaşının çox olmağı, övladının çoxluğu nə səbəbdəndir? Bəziləri mümkündür bunu maddi cəhətdən baxsınlar ki, imam öz nəuzubillah, əstəğfirullah, imam məsələn şəhvətpərəst bir insan idi ki, çox övlad almışdı, çox məsələn, çox bu imama yaraşmayan bir sözdür, bəli. Çox evlənmişdi, övladı çox idi, amma imamın məqsədi və hədəfi bunlar deyil idi. İmam öz maddi istəklərinə görə bu işləri görməmişdi. Bəlkə imam həmən əsrdə, həmən zamanda imam görürdü ki, indi övladın çox olmağı lazımdır və bu zəruri məsələdir. Çünki həmən vaxtlarda seyidləri və ələviləri öldürürlərdi və bir növ istəyirlərdi ki, seyidlərin nəslini kəssinlər. İmamların nəslini kəssinlər, qoymasınlar ələvilər artmağa. Nəvələrini ümumiyyətlə aradan aparmaq idi. Bəli, Əhl-i Beyti aradan aparmaq istəyirlərdi. Xüsusilə seyidləri və ələvləri aradan aparmaq istəyirlərdi. Onun üçün imam görür ki, bu əsrdə lazımdır ki, övladı çoxluğu və onlar cəmiyyətdə ələvilərin, Əhl-i Beytin həqqaniyyətin cəmiyyətə çatdırsınlar. O cəhətdən də imam görürdü ki, burada övladın çox olmaqlığı zəruri məsələdir və həmən əsrdə Əbbasilər öz nəsillərin çoxluğu ilə iftixar eləyirlərdi və cahil ərəblər də bu bəli, cəmaatı özlərinə cəlb eləyirlərdi. Məsələn, 200-cü ildə Məmun İmam Rıza əleyhissalamı Mərvə gətirir. Orada cəmaatı yığır və orada əmr eləyir ki, Əbbasilərin nəsillərin, hətta uşaqları da, qadınları da belə saysınlar, görsünlər ki, bunların cəmi nə qədər eləyir. Bu Əbbasilərin cəmiyyəti sayırlar, 33 min nəfər tarixdə var ki, 33 min nəfər olur bunların Əbbasilərin sayı və Məmun bununla iftixar eləyir ki, bizim Əbbasilərin cəmiyyəti sayı çoxdur, Haşimilərdən, Ələvilərdən və bir tərəfdən də istəyir Ələviləri, seyidləri, Əhl-i Beyti, İmamzadələri aradan aparsın. Necə ki, tarixdə var, Məmunun atası, yəni İmam Kazım əleyhissalamın zamanında olan Əbbasi xəlifəsi Harun ər-Rəşid bir gündə 60 seyidin başını kəsir, bədənlərini tökür
bir gündə 60 Zeydin başını kəsdirir, tökür quyuya. Və ondan qabaqdan da həm Əməvilərin zamanında, həm Abbasların zamanında Seyidləri və Ələviləri, Haşimiləri, Əhl-i-Beytin övladlarının, Əhl-i-Beyti aradan aparmaq niyyətində idilər. Amma şükürlər olsun, bugün biz görürük ki, elə bir müsəlman ölkəsi, elə bir məkan yoxdur ki, orada Əhl-i-Beytin imamzadə olmasın, Əhl-i-Beytin davamçıları olmasın və onlar həm öz həyatlarında, həm özlərindən sonra xeyir-bərəkət olublar və İslamın yayılmağına, insanların hidayətinə və qəlblərin ümid yeri olublar. Eynilə Rəfail müəllim, verilişimizin əvvəlində o ayə ki, zikr olundu, onu da bu məsələyə aid etmək olar. Elə bil ki, bu da həmin o məsələyə aiddir bir növ. Allah özü istəyir ki, öz nurunu tamamlasın və öz dinini hər yerdə bərqərar eləsin və bu ayəni də şamil etsin. Onlar istəyirlərdi, məsələn, Əhl-i-Beytin nəslini kəssinlər, Əhl-i-Beyti yer üzündən aparsınlar, öz nəsillərini artırsınlar, Əbbasilər artsın, amma bu günlərim hər yerdə Əhl-i-Beytdən bir nişanə var, Əhl-i-Beytdən bir ən azından davamçıları var. Onların davamçıları hər yerdə, hər məntəqədə, hətta görürük ki, ən uzaq nöqtələrdə Azərbaycan kimi, Mədinədən ki, onların mərkəzidir, Mədinədən uzaq bir nöqtədə Azərbaycanda, Bakıda onlardan bir nişanə var. İmam Kazım əleyhissalamın övladı gəlib ora. Və bu da İslamın yayılmağına, İslamın Əhl-i-Beytin həqqaniyyətin sübut edir. Ən azından Rəfail müəllim, adicə bizim məsələn öz cəmaatımız ora gedəndə bir mənəvi, əgər bir nəsə saflıq hiss edirsə özündə, bunun özü bir təbliğdir, bunun özü bir dini yaşatmaq deməkdir. Yəni bu özü bir ilahi höccət kimidir. Bəli, Rəfail müəllim. Rəfail müəllim, çox dəyərli nöqtələrdir. Eyni zamanda Həzrəti Həkimə xanım ki, Azərbaycana gəldi, onun tarixindən elə bil ki, az danışmısınız bizə və istərdik çox bu haqda məlumat alaq, çünki çox ehtiyacımız da var bu məsələyə. Həzrəti Həkimə xanımın doğum, yəni təvəllüdü barəsində söhbət açmağınızı istərik və o Həzrətin həyatında olan maraqlı bir məqam ya bir hər hansı bir hadisə varsa bu haqda, həmçinin onun şəhadəti haqqında söhbət edərsiniz, geniş məlumat verin biraz. O ki, bizə lazımdır və bilməliyik və bizim üçün əhəmiyyətlidir. O budur ki, Həzrəti Həkimə xatun İmam Kazım əleyhissalamın övladıdır və vasitəsiz imamzadədir. Bu bizim üçün çox əhəmiyyətlidir. Və bizim bununla iftixar edirik ki, bizim Azərbaycanımızda və Bakıda belə bir imamzadə var. Və amma o ki, onun təvəllüd tarixi ya vəfat tarixi barəsində tarixdə olub-olmaması haqqında ümumiyyətlə tarixə baxanda görürük ki, imamzadələr, məxsusən imamzadələrdə qadınlar, xanımlar, bunlar haqqında tarixdə çox az məlumat var. Əksəriyyətinin nə doğum tarixi məlumdur, nə vəfatı, nə həyatında bir şey var. Bəziləri məsələn Həzrəti xanım Həzrət Zəhra əleyhissalam kimi ya Həzrət Zeynəb kimi bunlar istisna olmaqla başqa birlərində doğum tarixi, vəfatında ya həyatlarında çox da bizə nəql olunan bir şey yoxdur tarixdə. Hətta görürük ki, Peyğəmbərin anası Aminə xanımın doğum tarixi bizə məchuldur, bilinmir. Və onun da müxtəlif səbəbləri ola bilər. Mümkündür bir səbəb bu olsun ki, keçmişdə buna çox da əhəmiyyət vermirlərmiş. Məsələn, qadınların doğum tarixinin ya vəfatın, məxsusən imamın övladlarından, imamın xanımların, qızları, anaları bunların doğum tarixini ya vəfatını qeyd etsinlər. Mümkündür tarixdə rəvayətçilər, hədis yazanlar
bunu o qədər əhəmiyyətli bilmirlərmiş. Ya mümkündür başqa səbəb bu olsun ki, qeyd olunub, yazılıb, tarixlərdə olub, amma sonradan bu qarətlər, atəşlər, kitabxanalar yanmaq, aradan gedib, aradan aparılıb, ya Əhl-i Beytin Moğolların vasitəsilə, ya Əhl-i Beytin düşmənlərin vasitəsilə bilirik ki, tarixdə var, nə qədər kitabxanalar yanıb, böyük alimlərimizin kitabxanaları və aradan aparıblar. Başqa səbəb də bu ola bilər ki, ümumiyyətlə Əhl-i Beyt imamlarımız mümkündür meylləri olmayıb ki, onların yoldaşları, qızlarının doğum tarixi ya həyatlarından bir şey çöldə deyilsin, yazılsın, nəsə cəmaatın arasında xəbər yayılsın. Bunu bəlkə imamlar istəməyiblər, meylləri olmayıb, ona görə də tarixdə qeyd olunmuyor. Mümkündür bu səbəblərdən olsun, ya ayrı səbəblərdən də ola bilər ki, amma bilir ki, imamların qızları, xanımları və anaların həyatı barəsində əksəriyyəti bizə məchuldur və məlum deyil. Həzrəti Zəhra salamullahi əleyhə, Həzrəti Zeynəb salamullahi əleyhə istisna olmaqla ki, bunların doğum tarixi və vəfatları qeyd olunub tarixdə. Amma bu nöqtəni qeyd etmək istəyərdim ki, düzdür, İmam Kazım əleyhissalamın övladlarının içində ən dedik ki, kəramətli, fəzilətli, məşhuru demək olar ki, İmam Rıza əleyhissalamdır ki, imamdan sonra imam öz yerinə onu təyin eləyir, nəsb eləyir və imamlıq məqamını ona tapşırıb gedir Allah tərəfindən. Və ikinci Həzrət Məsumə Fatimə-i Kubradır. Bir də Əhməd ki, dedik ki, xanım Bibi Heybətin doğma qardaşıdır. Bunlar imamın övladlarının içində seçilirlər. Bunlar haqqında tarixdə rəvayətlər də var, tarixdə yazılıb. Hətta bunların doğum tarixi də qeyd olunub. İmam Rıza ki, məlumdur, bizə əhəmiyyətlidir və tarixdə çox var. Amma Həzrət Məsumə ki, bütün imama yaxın olduğu üçün və imamın böyük qızı olduğu üçün və başqalarından, başqa övladlarından seçildiyi üçün bu biraz da tarixdə biraz da əhəmiyyətli olub və doğum tarixin Həzrət xanım Fatimə Məsumənin doğum tarixi 1173-cü ildə qeyd edirlər. 173-cü ildə Zilqədə ayının 1-də. Tarixdə var ki, Həzrət Məsumə bu tarixdə dünyaya gəlib. Və atası dünyasını dəyişəndə, İmam Kazım əleyhissalam dünyasını dəyişəndə 10 yaşı olub. Atası və özü dünyasını dəyişəndə 28 yaşı olub. Həzrət Məsumə salamullahi əleyhanın vəfatı da 201-ci ildə, Hicri qəməri tarixinin 201-ci ildə olub. Amma Bibi Heybət barəsində yoxdur. Bibi Heybət barəsində biz təqribən deyə bilərik ki, hansı illərdə dünyaya gəlib. Əgər İmam Kazım əleyhissalamın böyük qızı xanım Fatimə-i Kubra Həzrət Məsumədirsə və bu da 173-cü ildə dünyaya gəlibsə və İmam Kazım əleyhissalam da 179-da həbs olunub. Harun tərəfindən həbs olunub. Bəs məlum olur ki, imamın qızları bu arada dünyaya gəliblər. Yəni 173 ilə 179-da. Bu 6 il fasiləsində dünyaya gəliblər. Çünki imamın böyük qızı Həzrət Məsumədir və imam da 179-da həbs olunub. Mümkündür Həzrət xanım Həkimə xatun həmən 173-də dünyaya gəlsin, ya 174-də, 175 ya ta 179-a qədər. Amma bu ki bizə tarixdən başa düşürük, o budur ki, çünki xanım Fatimə Kubra böyük qızıdır və onun ardınca Fatimə Suğra gəlir. Yəni imamın 19 qızı var. Onlar sonradan olur. Yəni xanım Fatimə Suğra və xanım Fatimə Kubra arasında qız övladı olmayıb. Çünki olsaydı o olardı Fatimə Suğra. Bəs xanım Fatimə Məsumə ilə Həzrət Bibi Heybətin arasında olan
təvəllüd tarixi çox az bir fasilədədir. Bəlkə çox ehtimallar var ki, həmən ildə də elə xanım Fatimiyyə Suğra dünyaya gəlib. Biz bəs xanım Fatimiyyə Suğra üçün, Həkimə xatun üçün əgər istəsək təvəllüd keçirdək, onun doğum tarixini qeyd eləyək, yaxşı olar ki, elə Həzrəti Məsumə əleyhissalamın doğum tarixində, təvəllüdündə də eyni zamanda onu da qeyd eləyək. O Zilqədə ayının 1-də dünyaya gəlib, Hicri qəmər tarixinə 173. Bəli. Zilqədə ayının 11-də də İmam Rıza əleyhissalam dünyaya gəlib. Yəni aralarında gün cəhətdən 10 gün fasilə var və bu günlərdə kəramət fərq eləməkdir. Bəli. Ümumiyyətlə hər ildə Zilqədə ayının 1-dən Zilqədə ayının 11-nə qədər bu 10 günü kəramət günləri hesab eləyirlər. Çünki Kərimi Əhlibeyt Həzrəti Məsumə xanımdan Kərimi Əhlibeyt Həzrəti İmam Rıza əleyhissalamın vəfatı arasında təvəllüdləri arasında 10 gün fasilə var. Yaxşı olar ki, bizdə Bibi Heybətin təvəllüd tarixin bu vaxtda, yəni Zilqədə ayının 1-də qeyd eləyək ki, Həzrəti Məsumə də həmən tarixdə dünyaya gəlib. 10 günlük kəramətdir. Bəli. Amma vəfat barəsində Həzrəti Bibi Heybətin vəfatı da bizə məchuldur. Yəni ondan da tarixdə qeyd olunmayıb, nə vaxt vəfat eləyib. Həzrəti Məsumə əleyhissalam 201-ci ildə dünyasını dəyişir, 28 yaşında və Həzrətin dünyasını dəyişmək tarixi də Rəbiüs-Sani ayının 10-unda dünyasını dəyişir. Həzrət Mədinədən gələndə məqsədi də qardaşı İmam Rıza əleyhissalamı görmək idi ki, qardaşın həddən artıq deyirlər, rəvayətlər çox istəyirdi. Demək olar 1 il idi Həzrət Məsumə qardaşını görmürdü İmam Rıza əleyhissalamı və bəzən rəvayətdə var ki, İmam Rıza əleyhissalam məktub da yazmışdı Həzrət Məsuməyə ki, gəlsin, onu görsün, bəli. Həzrət Məsumə 23 nəfərlik karvanla gəlir, Mədinədən gəlir İrana və Savə şəhərinə çatır. Savə şəhərinə çatanda burada 2 dənə qol var, nəql var. Bir nəql budur ki, onlara hücum edirlər Əhl-i-Beytin düşmənləri. Bəli. Onun yoldaşların, onunla gələnləri, onun həmrahlarını öldürürlər, şəhid eləyirlər. Həzrət Məsumə qalır orada, oradan ayrılır, yəni Həzrəti öldürmürlər, Həzrət oradan ayrılır, gəlir Quma. Bəzən də amma düzgün rəvayət, düzgün nəql budur ki, Həzrət Məsumə bir tanınmamış bir karvanla, yəni öz qohum əqrəbə qardaşları deyildi, tanınmamış bir karvan ki, İrana gəlirdi, Rey şəhərinə gəlirdi. Həzrət Məsumə də onlarla gəlir, Savəyə çatanda xəstələnir. Savəyə çatanda xəstələnir, soruşur ki, buradan Quma nə qədər fasilə var? Deyirlər 10 fərsəx, təqribən 55-60 arasında, 50-60 arasında kilometr. Bu qədər fasilə var və o vaxtlarda Qum şəhəri Əhl-i-Beyti sevənlər, Əhl-i-Beyt aşiqlərin məkanı olub. Həzrət Məsumə deyir ki, bəs məni aparın Quma. Elə bir hədis də var ki, deyir, atamdan eşitmişəm, Həzrət Məsumənin dilindən deyilir, atamdan eşitmişəm, Qum şəhərində bizi sevənlər var və o səbəbdən də istəyir ki, gəlsin. Gəlir Qum şəhərinə daxil olur. Qum şəhərinə gəlməyi tarixi də, yəni Qum şəhərinə girişi Rəbiül Əvvəlin 23-ündə olur. Rəbiül Əvvəlin 23-ündə Qum şəhərinə gəlir və onu çox təntənəli vəziyyətdə qarşılayırlar şiələr və gətirirlər evə. Onlardan şiələrdən biri olur Xəzrəc adında. O imamı Həzrət Məsuməni gətirir evinə. Həzrət Məsumə 17 gün Qumda qalır. 17 gün Qumda qalır. 17 gündən sonra dünyasını dəyişir. Həmən şəxsin şəxsi bağı olur. Həzrəti o bağı öz bağında dəfn edir və onun üçün bir sahiban və bir üstünə bir balaca məqbərə kimi düzəldir. Həzrətin indi Qumda da o ibadət 17 gün ibadət elədiyi məkanda durur. Ora
Yəni o ev ki orada qalmışdı. Bəli, orada ibadət edib həmin ev durur. Yaxşı olar Azərbaycandan gələn ziyarətçilər də həmin yerdə ziyarət eləsinlər ki, Həzrət Məsumədən bir bəli, Həzrət Məsumədən bir nişanədir. Həzrət Məsumə salamullahi əleyha Rəbiüssanın 10-unda dünyasını dəyişir 28 yaşında. Bibi Heybət də o ki nəqillərdə var. Yəni o ki bizə nəql olunub bu qədər elə 28-30 bu qədər yaş ömür sürüb. Amma üçün vəfat tarixi bizə məlum olmadığı üçün yaxşı olar ki biz Bibi Heybətin vəfat tarixində ya şəhadətə yetişibsə şəhadətin Həzrət Məsumənin vəfat tarixində qeyd eləyək. Tainki biz öz məhəbbətimizi, öz eşqimizi ibraz eləyək, göstərək Əhl-i Beytin qarşısında. Və bu tarixdə ki, hətta eləyə bilərik Bibi Heybətin Bakıya girişində Həzrət Məsumənin Quma girişi o tarixdə qeyd eləyək. Tainki bu tam da bizə yəni yaşasın bir növ. Yaşasın Azərbaycan. Bəli, Azərbaycanda da tanınsın. Yəni bir növ əziz tamaşaçılarımıza da məsləhətimiz budur ki, bunu eyni ilə Həzrət Məsumədə, yəni Qum şəhərində Həzrət Məsumə üçün keçirdiyi kimi, istər şəhadət olsun, istər təvəllüd olsun, istər Quma gəlişi kimi bunu Həzrət Həkimə üçün də bərqərar eləsinlər və keçirsinlər. Çox gözəl olar. Naməlum olduğu üçün həmən tarixləri Bibi Heybət üçün də keçiddə qeyd edə bilərik. Necə ki biz Bibi Heybəti ziyarət edəndə, Həkimə Xatun əleyhissalamı ziyarət edəndə xanım Fatimə Məsuməynin ziyarəti ilə ziyarət edir. Çünki imamlardan o ziyarətdən hər ikisinin adı Fatimədir, hər ikisi İmam Kazım əleyhissalamın övladıdır. Eyni kəlmələri biz Həzrət Bibi Heybətdə də deyirik o ziyarətlə. Yaxşı olar təvəllüdün də, şəhadətin də həmən vaxtlarda qeyd eləyək ya vəfatın. Çox gözəl Əfay müəllim, çox dəyərli nöqtələrdir, çox eyni zamanda əziz tamaşaçılarımıza, özümüzə lazım olan məqamlara toxundunuz və çoxlu suallarımız da var bu barədə və bundan başqa da suallarımız var. Amma çox təəssüflər olsun, verilişimiz sona yetib və artıq fürsət yoxdur digər sualları verək. Amma inşallah gələn verilişlərimizdə həmin sualları sizlərə təqdim edərik və sizdən cavab alarıq. Əziz tamaşaçılar, bugünkü verilişimiz də sona yetdi. Ümumiyyətlə bugünkü verilişdə qardaşımız Əfay müəllim vasitəsilə əldə etdiyimiz məlumat bu oldu ki, qısaca olaraq bu oldu ki, Həzrəti İmam Kazım əleyhissalam ki, 7-ci imamımızdır. Onun övladlarının sayı 37-dir və 37 olmasının, yəni çox olmasının səbəblərinə qardaşımız işarə elədi və Həzrəti Həkimə xanımın doğumu, yəni dünyaya gəlişi və hansı hadisələrlə üzləşdiyi, eyni zamanda necə şəhadətə yetdiyi də qardaşımız Rəfal müəllim tərəfindən açıqlandı və deyildi. İnşallah gələn mövzularımızda digər suallara toxunacağıq və Həzrəti Həkimə xanımın barəsində başqa sualları da qardaşımız Rəfal müəllim cavablandıracaq. Sizləri Allaha tapşırırıq. Allah sizdən razı olsun və bizləri öz dualarınızda unutmayın. Allah amanında qalın. Çox sağ olun. سوف أعود يا أمي أقبل رأسك الزاكي أبثك كل أشواقي وأرشف عطر يمناك أمرغ في ثرى قدميك خدي حين ألقاك أروي الترب من دمعي سرورا